O vaxt cavan idim. Həm də dəvə də otarırdım. Dəvələrimi uğurladılar. Uğurladılar, mən tutacaqlar. Mən ayrı yolum yoxdur. Mən də atı mindim, 3-4 sutka yol getdim. Getdim qabağıma dəvələr çıxdı. Onları gətirib götürdüm, qoydum onların yerinə. Mən özümü türmədən xilas etdim. Mən şəhərdə olanda, demək, dəmir yolunun müdürü, deməli o vaxt Sovet dönəmi idi. Onlarla münasibətimi düzəltmişdim. Onların hərəsini bir maşına hədiyyə vermişdim mən. Deməli, Ermənistandan vaqonlar getmir. Ondan birdən hansılar xoşuma gəlirdi. Deyirdim ki, 30 dənə vaqonu yığıb bir tərəfə. 30 dənə vaqonu yığırdılar bir tərəfə. Mən rayondan 2-3 nəfərlə gedirdim Ukraynaya, ya Rusiyaya. Deyirdim, gedirəm, mal buram, gətirəm, satam. Və mən o vaxt rayon prokuroru, polisi, hakim hamı ilə dostluydum, yeyib içirdik. Bunlara şayə yayırdım ki, məsələn, mənim artıq Rusiyadan 30 vaqonum gələcək. Ancaq bu vaqonları vermişəm bu tərəfdə. Məndən müqavilə bağlanmağa gedən adamlar orada deyirlər ki, İsfəndiyar qiymətinə baxmadı, hamı ilə müqavilə bağladı, malları almağa, biz bu halda almadıq. Bu düşüncəni cəmaətin beyninə yeridirdim, gətirirdim. Tam cəmaət inanırdı mənə. Siz təsəvvür edək ki, polis rəisinin qabağında 30 vaqonu saxlayırdım, hərəsini hamısı hədiyyə verirdim. Onların yeyib içirdilər ki, vaqonların gəldi. Onlar hamısı uğurlu.